idman oyunu, şahmat idman oyunu. Təxminən yaranması 5-ci, 6-cı əsrlərə təsadüf edir və şahmat sözünün, yəni şahmat sözünün mənası Alman dilində böyük ustad demək. Böyük ustad deməkdir. Və deməli, şahmat idman oyununda müəllimlər yadınıza saxlayın ki, ümumilikdə 64 dənə nə var? Xana var. 64 xana var. Və bunların 32 dənəsi qaralara aiddir. 32 dənəsi isə ağlara aid olan xanalar. Aydındır, 32A, 32 qara xana var. Və ümumilikdə 64 dənə xana var. Aydındır, 64 dənə xana var. Və burada müəllimlər, burada şahmat idman oyununda 3 cür şahmat taxtası üzərində 3 cür nə var? 3 cür xət var. Bunlardan 8 dənəsi üfüqi xətlərdir. Baxın, 1, 2, 3, 4, 5, 6, 7, 8 dənəsi üfüqi xətlərdir. Aydındır, 8 dənəsi üfüqi xətlərdir. Və 8 dənəsi isə şaquli xətlərdir, müəllimlər, yadınıza saxlayın. 1, 2, 3, 4, 5, 6, 7 və 8 dənəsi də nədir? Şaquli xətlərdir. 8 üfüqi və 8 dənədə nə var? 8 dənədə şaquli xət var. Və müəllimlər, yadınıza saxlayın, şahmat taxtası üzərində ən çox xətt olan diagonal xəttir. Diagonal xəttir. Və diagonal xəttin cəmisi 26 dənə olur. Gəlin, sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12 və 13 dənədir. 13-ü də müəllimlər əks istiqamətdədir. Yəni, ümumilikdə olur, neçə dənə? 26 dənə. Aydındır, 13-ü də əks istiqamətdədir. Bu da belə sayılır. 13-dən sonra gəlir nə? 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26 dənə. Aydındır, 26 dənə diagonal xətt var. Və müəllimlər, yadda saxlayın ki, şahmat idman oyunda taxtanın düzgün qoyuluşu yadda saxlayın ki, hər iki tərəfdə, sağ tərəfdə ağ xanalar düzgün qoyulubsa, yəni taxta düzgün qoyulubsa, sənin sağ tərəfinə ağ xanalar düşəcək. Ağ xanalar düşəcək. Və bu ağ xanalar hansılardır? Bu ağ xanalar da yadınıza saxlayın. Nə olacaq? H1 ilə A8 olacaq. Aydındır? H1 ilə. Görürsünüz, 1 ilə H-dır. Gördünüz, ortaq məxrəci gəldi və nə olur sonra? A-dan bir də 8. Aydındır? Olur. H1 ilə A8 olur. İndi müəllimlər, gedəyin ümumi bizim fiqurlarla tanışdığımızda. Gəlin fiqurlarla tanışır. Baxın müəllimlər, bu top, yəni şahmat idman oyununda taxta üzərində ümumilikdə 16 dənə nə var? Top nə edir üstə? Piyada. 16 dənə piyada var. 16 piyada var. Və bunun 8 dənəsi arxanalarda olur. 8-i isə qaralarda olur. Qaralar, bir də ağlar. Yadınıza sax. Ümumilikdə isə 16 dənə piyada olur. Topa baxaq. Top. Və müəllimlər, piyadanın bir xalı var. Yadınıza saxlayın. Bir xalı var. Piyada yalnız düz hərəkət edir. Gəlin burada göstərim. Piyada müəllimlər yalnız
düz hərəkət edir, amma diagonal vurur. Diagonal vurur. Yəni, diagonalda olan figuru avtomatik vura bilir. Gəlin, burada bunun olmalıdır şəkli. Görüm qalır. Baxın, diagonalı bax bu formada vurur. Yəni, burada figur varsa, biri də burada varsa, ox işarələrindən fikir verin. Hər iki figuru da hər ikisindən birin yer. Hər ikisindən biri vurmağa nəyi var? Şansı var. Aydındır piyada. Piyadanın isə bir halı var və piyada yadınıza saxlayın ki, ilkin hərəkət zamanı iki xana gedə bilir. Baxın, burada görürsünüz, piyada əvvəl burada olub, sarı rəngdədir. İndi bu piyada ilkin hərəkət zamanı neçə geliş edir? 2 geliş edir. Aydındır, 2 geliş edir. Və 2 geliş edəndə hara düşür? 2 geliş edəndə birinci bu öz yeri olub E2 xanasında, düzdür? E2 xanasında, Y2 xanasında olub və ilkin hərəkət zamanı 2 xana getdiyinə görə hara düşür? Y4 xanasına gedib düşür. Və Y4 xanasında əgər bunun sağında, yəni diagonalında figur varsa, avtomatik o figuru neyləyə bilər? Avtomatik o figuru vura bilər. Yalnız və yalnız diagonal vuran figurdur. Və piyada da müəllimlər, piyada yadınıza saxlayın, həm də nə kimi götürür? Güc vahidi kimi istifadə olunur. Aydındır müəllimlər. Və müəllimlər yadınıza saxlayın, piyada. Gəlin görək, neçə gelişdən sonra başqa figura, yəni başqa figur dedikdə yalnız və yalnız kimə çevrilə bilməz? Şaha çevrilə bilməz. Bax, topların hər ikisinə, yəni toplara çevrilə bilir, topa çevrilə bilir, ata çevrilə bilir, filə çevrilə bilir, bir də nəyə çevrilir? Vəzirə çevrilə bilər. Özünə də ki, çevrilməsi zaten elə özü piyada. Aydındır. Gəlin indi görək neçə gelişdən sonra piyada nə zaman 2 gelişdə başqa figurla çevrilir, nə zaman bir gelişdə neçə gelişdən sonra minimum, maksimum söhbəti var. Baxın müəllimlər, əgər minimum söhbətin deyirsə ən az, yəni ən az neçə gelişdən sonra başqa figura çevrilə bilər. Düzdür? Baxın, əgər piyada birinci buradadır, düzdür? 2 geliş edibsə, gəlib bura. Diqqətlə baxın. 2 geliş edib gəlib, deməli, Y4 xanasına, düzdür? İndi yenidən hərəkət eləyəndə isə müəllimlər bir geliş edir. Baxın, daha doğrusu 1, 2, 3, 4, 5-ci gelişdə hara gedir? 5-ci gelişdə uca gedir, başqa figura çevrilməyə. Uca avtomatik orada ata da çevrilə bilər, topa da çevrilə bilər, vəzirə də çevrilə bilər. Ən çox üstünlük müəllimlər vəzirə verilir. Niyə görə? Vəzirin geliş istiqaməti çoxdur və vəzir nədir? Uzaq vuran figur. Aydındır müəllimlər. Bura qədər sualı olan Cəbrayıl müəllim, Mahir müəllim, Sabir müəllim yerinə keçir. Emin müəllim yerinə keçir. Bax, məsələn, udursan, sənin burada figurun var, düzdür? Vurduğun diagonal. Onu götürdün, bunu qoysan. Şaşkıda amma belə deyil. Şaşkıda aparıb bura qoysan, düzdür? Bəli. Aydın, bu belə deyil. Şaşkıda mən bilən, şaşkıda 2 dənə, 3 dənə figuru dama deyirsiniz, nə deyirsiniz? Onunla da aparmaq olur da. 2-3 dənəsini fuk deyirlər, nə deyirlər? 2-3 dənəsini də götürmək olur. Burada bir hücumda yalnız sən bir dənə daş götürə bilərsən. İkinci daşa icazə verilir. Deməli, dedik ki, piyada neynədir? Piyada həm güc vahidi olduğu, piyadanın bir halı var və yalnız düz gedib diagonal vuran figurdur və piyada da geri dönüşü olmayan bir figur. İndi gedək müəllimlər nəyə? İndi gedirik topa. Müəllimlər, yadınıza saxlayın. Topun 5 halı var. Piyadanın bir halı var. Atla filin 3 halı var. Atla filin 3 halı var. Və vəzirin
9 xalı var. Şah da nədir? Sonsuz dəyərə malikdir. İndi gəlin görək piyada top nə zaman necə hərəkət eləyə bilir. Müəllimlər, yadınızda saxlayın. Dedi ki, topun 5 xalı var. Düzdür? 5 xalı var. 5 xalı var. Və top müəllimlər mərkəzdən 4 istiqamətdə hərəkət eləyə bilir. Məsələn, top qoyulub bura, düzdür? Top ya üfüqi gedə bilir, ya da şaquli gedir, müəllimlər. Ya üfüqi gedir bu istiqamətdə, Cavid müəllim, ya bu istiqamətdə gedir. Və yaxud da ki, aşağı ilə ara, yuxarı, yəni şaquli gedir. Top yalnız və yalnız neçə istiqamətdə? Mərkəzdən 4 istiqamətdə hərəkət eləyə bilər. Aydındır? Mərkəzdən 4 istiqamətdə hərəkət eləyə bilər. Və müəllimlər, yadınızda saxlayın. Qalaqurma zamanı topdan neyinir? İstifadə olunur. Qalaqurma zamanı 2 dənə figurdan istifadə olunur. Biri topdur, biri də şahdır. Onlar da hamısı sizə izah eləyəcək. Aha, indi müəllimlər, getdik indi topun hərəkət istiqamətlərini. Müəllimlər, yadınıza saxlayın. Top yeganə daşdır ki, yəni figurdur ki, hansı istiqamətdə olur olsun gedişi dəyişmir. Hansı istiqamətdə olur olsun dəxli yoxdur. Gedişi dəyişmir. Məsələn, daşı qoydum bura. Məsələn, yerindədir, düzdür. Əgər bu tərəf boşdursa, bu tərəfə də qarşısında figur yoxdursa, gedirsə, bu zaman getdiyi məsafə, hamısı eynidir. Hara qoyursan qoy, getdiyi məsafə neyinir müəllimlər? Getdiyi məsafə eyni. Aydındır? Getdiyi məsafə eyni. Və topun yalnız qarşısı açıldıqdan sonra və yaxud da ki, yanındakı figurlar tərpəndikdən sonra hərəkət eləyə bilər. Şahmat idman oyunda ilkin hərəkət eləyən figurlar, biri müəllimləri yadınıza saxlayın, atlardır. Bir də piyadalardır ki, bunlar ilkin hərəkət eləyir. Bunu yadınızda saxlayın. Aydındır? Bunu yadınızda saxlayın. Və müəllimlər, bir şeydə vurğulayım sizə. Piyadalar hərəkət etdikdən sonra arxa açıla bilər. Yəni, bunlar irəliyə hərəkət eləyə bilər. Bu figurlar irəliyə hərəkət eləyə bilər. Yalnız və yalnız arxa figurlardan sizə sual düşər ki, ilkin hərəkət eləyəni hansıdır? Yəni, buradakı A1 xanasında, B1 xanasında, C1, yəni birinci sırada olanlardan və yalnız kim iştirak eləyir? İlkin hərəkət zamanı at iştirak eləyir. At müəllimləri yadınıza saxlayın ki, öz figurunun üzərindən neyniyə bilir? Hərəkət eləyə bilir. Yəni, keçir və hərəkətə başlaya bilər. Qalan amma heç bir figur hərəkət eləyə bilir. Aydındır? Bura qədər sual olanlar. İndi gedəyim nəyə? İndi gedəyim ata. Müəllimlər, yadınıza saxlayın. Atın. Neçə xalı var? 3 xalı var. Atın 3 xalı var. Gəlin görək, at necə hərəkət edir. Biz dedik ki, müəllimlər, at ilkin hərəkət eləyən figurdur və piyadanın da neyini üzərindən keçə bilir. Və at mərkəzdən at 4 istiqamətdə hərəkət eləyir. 4 istiqamətdə hərəkət eləyə bilir. Hansılardır? Baxın, getdiyi ağdadsa gələcək hara? Qarıya. Qaradadsa gələcək ağa. Ağdadsa qarıya gedir. Yəni, bir dəfə ağda, bir dəfə qarada olur. Sonra gedir hara? Yəni, düz gedir. Neyinir?
90 dərəcə çevrilən, yəni 90 dərəcə dönən fiqur nədir? Atdır. Yadınızda saxlayın. Düz gedib 90 dərəcə, yəni 2 gediş etdikdən sonra, yəni 1 gediş edir, 2 dama gedir. Və 90 dərəcə neyini müəllimlər? Sağa sola hərəkət edir. Aydındır? Baxın, buradan getdi, ya bura düşür, ya bura gəlir. Sonra buradan düşdü, ya bura gəlir, ya bu istiqamətə gəlir. Burada da gəldisə, bu iki yerin ikisindən birində neyniyəcək? Hərəkəti, oyunun davam etdirəcək. Baxın, burada da var, düşür burada da atın istiqaməti. Baxın, müəllimlər, görürsünüz iki istiqamətdə. İlkin hərəkətdə, yəni mərkəzdən 4 istiqamətdə hərəkət edir. 1, 2, 3 və 4. 4 istiqamətdə gedib 90 dərəcə neyini çevrilə bilir. Ağdadırsa qara xanaya gedəcək, qara xanadadırsa ağ xanaya neyini müəllimlər? Ağ xanaya gələcək. Aydındır? İlkin hərəkət zamanında, müəllimlər, ilkin hərəkət zamanında, yadınızda saxlayın, indi bu sizə suallarından bırakmış, amma yenə də deyim, ilkin hərəkət zamanında at yerindən tərpəndi, hara gedir, ağdadırsa gəlir, ya C3 xanasına gələcək və yaxud da ki, hara gələcək, A3 xanasına hərəkət eləyəcək. Yox əgər at, deməli, C1 xanasındadırsa, C1 xanasında olan atdırsa, növbəti gedişi ağ xanaya hərəkət. Baxın, müəllimlər, ağ xanaya da gəlir. Bu istiqamətdə gəlib çevriləcək. Baxın, ya o yüzdə gəlir, ya da ki, ya E3-ə gələcək və yaxud da ki, H3-ə hərəkət eləyə biləcək. Aydındır? İndi müəllimlər, İndi gedəyin, hansı fiqurumuz var? İndi gedəyin müəllimlər, filə. Deməli, müəllimlər, fil. Filin yadınıza saxlayın. 3 xalı var. Yadınıza saxlayın ki, atla fil, yəni heyvani fiqurların hər ikisində də neçə xalı var? 3 xalı var. Heyvani fiqurların hər ikisində 3 xalı var. Və deməli, fil də müəllimlər, yadınıza saxlayın ki, yerləşir. C1 xanası ilə F1 xanasında yerləşir. İlkin yerləşmə zamanı yerləşir C1 xanası ilə F1 xanasında. Və müəllimlər, yadınıza saxlayın ki, fil ağlardadırsa, yəni ağ xanada durubsa, baxın, bu ağ xanada durub, düzdür? Bu ağ xanada durubsa, yalnız və yalnız ağ xanalarda hərəkət eləyə bilər, müəllim. Ağ xanalarda hərəkət eləyə bilər. Aydındır? Yəni, bu nə deməkdir? Yəni, bu o deməkdir ki, fil nə üfüqü hərəkət eləyə bilmir, nə də şaquli hərəkət eləyə bilmir. Yalnız və yalnız necə hərəkət eləyir? Diaqonal hərəkət eləyir. Diaqonal hərəkət eləyir. Və ən uzaq vuran fiqurlardan biri də nədir? Uzaq vuran fiqurlardan biri də fildir. Yəni, uzaq vuran fiqurlar topdur, fildir, bir də vəzirdir. Yadınıza saxlayın ki, bunlar uzaq vuran fiqurlar. Bunların qarşısında fiqur olmasa, axırıncı xanaya qədər hərəkət eləyə bilər. Qarşısında yalnız fiqur olmaz. İndi gedək müəllimlər. Filin hərəkət. Baxın müəllimlər, F1 xanasında olan fili görürük. F1 xanasında olan fil müəllimlər heç bir zaman qara xanaya keçə bilməz. Heç bir halda, heç bir zaman qara xanaya keçə bilməz. Qara xanada olan, C1 xanasında olan fil isə heç bir halda müəllimlər yadınıza saxlayın, neyniyə bilməz? Ağ xanalara keçə bilməz. Aydındır? Ağ xanaya keçə bilməz. Heç bir halda buna icazə verilmir ki, ağlardadırsa, yəni bu ağdadırsa, ağlarda hərəkət eləyir, qaralardadırsa, yalnız və yalnız harda? Qaralarda hərəkət eləyir. Aydındır? Fil də müəllimlər, yadınıza saxlayın. Fil də mərkəzdən, məsələn, fil mərkəzi hissədən
istiqaməti neçə istiqamətdir? Məsələn, fili qoyaq bura. Düzdür? Fili qoyaq bura. Fili məsələn qoyduq bura. Düzdür? 1 istiqamət, 2 istiqamət, 3 istiqamət, bir də 4 istiqamət. Yəni, fil 4 istiqamətdə neyinir? Hərəkətini davam etdirə bilər. Aydın oldu. Fil 4 istiqamətdə hərəkət edir. Piyada 1 istiqamətdə yalnız irəli hərəkət edir. Top yenə 4 istiqamətdə hərəkət edir. At 4 istiqamətdə hərəkət edir. Sonra gəlin indi gedək vəzirə bax. Görək vəzir neçə istiqamətdə və necə hərəkət eləyə bilir. Müəllimlər, yadınıza saxlayın ki, vəzirin neçə halı var? Vəzirin 9 halı var. Vəzirin 9 halı var. Və bunlardan deməli və burada 9 hal müəllimlər, ilkin hərəkət zamanı vəzir, ilkin hərəkət zamanı 5 istiqamətdə hərəkət edə bilər. Baxın. Baxın, vəzirdir, düzdür. Vəzir ilkin hərəkət zamanı 5 istiqamətdə hərəkət edə bilir. Yerindən tərpənmə saldadırsa, aydın məsələdir ki, qarşısında və yaxud da ki, sağında, solunda figur olmamaq şərti ilə. Təbii ki, yəni figur varsa hərəkət edə bilir. Baxın, boşdursa sağ istiqamətdə hərəkət edir. Diaqonala hərəkət edə bilir, təbii ki, boşdursa. Şaquli istiqamətə hərəkət edə bilir. Yenə üfüqüyə hərəkət edə bilir, diaqonala hərəkət edə bilir. Neçə oldu? 1, 2, 3, 4, 5 istiqamətdə. Yadınıza saxlayın. 5 istiqamətdə ilkin hərəkət zamanı hərəkət edə bilir. Mərkəzdən isə yadınıza saxlayın. 8 istiqamətdə hərəkət edə bilir, müəllimlər. 1 istiqamətdə, 2 istiqamətdə, 3, 4 istiqamət, 5 istiqamət, 6 istiqamət, 7 istiqamət, bir də 8 istiqamətdə neyinir? Hərəkət edə bilər. Aydındır? 8 istiqamətdə hərəkət edə bilir və uzaq vuran figurlardan biridir və piyadanın çevriliş, yəni başqa figurlar çevrilən zamanında ən çox istifadə olunan nədir? Figurlardan biridir. Və 9 halı da var. Aydındır, müəllimlər? Aha, indi gedək nəyə? İndi müəllimlər, getdik, deməli, şahın, deməli, xalq. Müəllimlər, yadınıza saxlayın, şah sonsuz dəyərə malik olan nədir? Bir figurdur. Şah sonsuz dəyərə malik olan bir figurdur və şah da ilkin hərəkət zamanı 5 istiqamətə hərəkət edir vəzir kimi. 1, 2, 3, 4, 5 istiqamətdə. 5 istiqamətdə hərəkət edir. Və müəllimlər, mərkəzdən vəzirin istiqaməti 8 istiqamətdir. Yadınızda saxlayın. Mərkəzdən vəzirin istiqaməti 8 istiqamətdir. Yəni, vəzir mərkəzdən vəzir kimi şah mərkəzdən vəzir kimi 8 istiqamətdə neyniyə bilər? Hərəkət edə bilər. Amma burada bir nüans var ki, yalnız neyniyir? Bir xana hərəkət edə bilir. Bir xana. Aydındır? Bir xana hərəkəti mümkün. Aydın olduğu müəllimlər. Və qalaqurma zamanı istər uzun qalaqurma, istəyir qısa qalaqurma, hər ikisində də şahdan istifadə olunur və topla təbii ki, bir yerdədir. Aydındır. Gəlin indi ümumilikdə bir dənə ümumiləşdirək daşların üzülüş qaydaları. Müəllimlər, yadınıza saxlayın, şahmat idman oyununda hərflər həmişə soldan sağa, yəni bu istiqamətdən neyinir? Düzülür. Sol istiqamətdən sağa doğru. A, B, C, D, Y, E, G, H. Aydındır. Yəni, bunların 5 dənəsi, 5 hərfi. Bizim gündəlik istifadə, yəni testlərdə istifadə elədiklərimiz
nədir? Hərflərdir, düzdür? A-dan istifadə edirik, B-dən, C-dən, D-dən, Y-dən. Yəni, bu 5 dənəni biz gündəlik istifadə edirik, düzdür? Yerdə qalan 3 dənə isə, müəllimlər, F, G, H-dır. F, G, H-dır. Bunlar isə əlavə bunu da yadınızda saxlayır. Və müəllimlər, yadınızda saxlayın ki, şahmat taxtasının üzərində 8 dənə hərf var, 8 hərf var və 8 dənə də nə var? Rəqəmlər var. Müəllimlər, yadınızda saxlayın, rəqəmlərin düzülüşü şaqili olur. Baxın, rəqəmlərin düzülüşü şaqili olur, hərflərin isə üfüqi olur. Yadınızda saxlayın, hərflər isə üfüqi yerləşdirilir. Və müəllimlər, deməli, indi gedirik nəyə? İndi gedirik, deməli, piyadaların düzüşünə. Yadınızda saxlayın ki, müəllimlər, piyadalar deyəndə, həmişə piyadalar ya düzülüşdə ağlar ikinci zərgədə olur, ikinci zərgədə. Qaralar isə 7-ci zərgədə. 8-ci zərgədə, 8-ci sırada və 1-ci sırada həmişə nələr olur? Əsas fiqurlar yerləşdirilir. Aydındır? İndi A1 xanasında yerləşən fiqur topdur, B1 xanasında yerləşən fiqur atdır. Bunlar hamısı mənim əzbər soruşulmasıdır. C1 xanasında yerləşən fiqur fildir. D1 xanasında yerləşən fiqur vəzirdir. E1 xanasında yerləşən fiqur şahdır. F1 xanasında yerləşən fiqur fildir. C1 xanasında yerləşən fiqur atdır və H1 xanasında yerləşən fiqur da nədir? Top olaraq bilinir. Aydındır? Həmçinin də həmin fiqurlar A8 xanasında, B8 xanasında, C8 xanasında da, yəni bu xanalarda da eyni ilə düzülüş qaydası. Aydındır müəllimlər? Və bir şeydə nəzərdə çatdırın ki, şahmat idman oyununda oyunun başlanğıcı püşkatma ilə müəyyən olunur müəllimlər. Püşkatma ilə. Və burada püşkatılır. Püşküt qazanan komanda harda oynayır? Ağlarda oynayır və ilkin hərəkətə başlayan da ağlar olur. Aydındır? İlkin hərəkətə başlayan da ağlar olur. Bura qədər müəllimlər sual olan. Gedirik nəyə? Uzun qala qurma və qısa qala qurma. Yadınıza saxlayın. Qala qurma ümumiyyətcə müəllimlər. Qala qurma ondan ibarətdir ki, şahın təhlükəsizliyi neyinirsən? Təmin edirsən. Aydındır? Şahın təhlükəsizliyini təmin eləmək üçün qala qurmadan istifadə olunur. Və qala qurma zamanı, müəllimlər, hər oyun zamanı yalnız siz bir qala qurmadan istifadə edirsiniz. Ya uzun qala qurma, ya da ki, qısa qala qurmadan deyə bilərsiniz, istifadə edə bilərsiniz. Aydındır? Bir oyun zamanında, yəni, fərqi yoxdur. Rəqib istəsə uzun qala qurma, istəsə qısa qala qurma, amma bir dənəsini etmək şərtlə. Və siz də ya uzun eləyə bilərsiniz və yaxud da ki, nə eləyə bilərsiniz? Qısa qala qurmadan istifadə eləyərsiniz. Və müəllimlər, qala qurma zamanı yalnız kim iştirak edir? Qala qurmada şahla top istifadə olunur. Aydındır? Qala qurma müəllimlər hər zaman edilə bilməz. Yəni,
qalaqurmanın edilməsi üçün bəzi şərtlər var. Bəzi şərtlər nələr? Bax, birinci şərt odur ki, müəllimlər, qalaqurma zamanı şahla topun arasında, yəni bu iki figur neynəməməlidir? Olmamalıdır, yəni boş olmalıdır. Bunlar buradan neynəməlidir? Çıxmalıdır. Bu bir. Aydındır. Yəni, istənilən vaxtı sən qalaqurmanı eləyə bilmərsən də. Yəni, bu şərtlər vacibdir ki, bu şərtlərin altında, yəni sən qalaqurma eləyə bilmərsən. Və ikinci şərt odur ki, qalaqurma zamanı, yəni şahla top heç bir hərəkət etməz. Yəni, yerində olmalıdır. Onu yerindən tərpətdikdən sonra qalaqurmaya icazə verilir. Sonra qalaqurma zamanı şah deməli zərbə altına düşməyibsə, bu da əsas vacib şərtlərdən biridir. Aydındır. Bunlar neynəməlidir? Bunlar hamısı nəzərə alınmalıdır. Məsələn, qalaqurmanı hansı şərtlərdə eləyə bilmirsən? Qalaqurmada məsələn, şah və top arasında figur varsa, bax bu dəqiqə şahla topun arasında figur var, düzdür? Burada biz qalaqurma eləyə bilmərik. Və yaxud da ki, şah və rəqib figurunun təsiri altına, yəni zərbəsi altına düşürsə və yaxud da ki, şahla topun arasında rəqibin hər hansısa bir figuru gəlib düşürsə, bu zaman mümkün deyil müəllimlər. Və yaxud da ki, topla şah yerindən tərpənibsə, bu zaman da qalaqurma etmək mümkün deyil. İndi müəllimlər, qalaqurmanın iki dənə nəyi var? Növü var. Yadınızda saxlayın. Uzun qalaqurma var. Bir də var qısa qalaqurma. Yadınızda saxlayın. Uzun qalaqurma və qısa qalaqurma. Uzun qalaqurma, istəyir uzun qalaqurma olsun, istəyir qısa qalaqurma olsun müəllimlər. Hər ikisində top həm, üzr istəyirəm, şah iki gediş edir. Uzun qalaqurmada top üç gediş edir, qısa qalaqurmada top iki gediş edir. Bax, bunu yadınızda saxlayın ki, uzun, yəni hansı uzun qalaqurmadırsa, uzun qalaqurmada top həmişə üç gediş edir. Qısa qalaqurmada isə top iki gediş neynir? Yerinə gedir. Aydındır. İndi gəlin gedək qalaqurmanın vəziyyətinə baxaq. Məsələn, gedək birinci uzun qalaqurmadan başlayaq. Uzun qalaqurmada müəllimlər yadda saxlayın. Şah vəzir tərəfdə olan nəylə? Topla yeri dəyişir. Gəlin baxaq. Deyir ki, uzun qalaqurma zamanı dedik, top neçə gedişir? Top 3 gediş edir. Düzdür? Top 3 gediş edəndə müəllimlər yadınızda saxlayın. Top 3 gediş edir. Şah deməli gəlir hara? Şah deməli E1 xanasından gəlir C1 xanasına. Yəni, buradakı bu şah E1 xanasından gəlir C1 xanasına. E1 xanasından gəlir hara? C1 xanasına, yəni bura gəlir. Aydındır? E1 xanasından gəlir C1 xanasına. Top isə A1 xanasından gəlir hara? D1 xanasına. Bax, A1 xanasında olan top gəldi hara? Gəldi D1 xanasına. Aydındır? Şah hara gəldi? E1 xanasından gəldi C1'ə. Düzdür, Cəbrayıl müəllim? Bəli. Ay, sağ ol. E1 xanasından gəldi, şah C1 xanasına. Top A1 xanasından hansı xanaya getdi? D1 xanasına. Düzdür? Bəli. Ay, sağ ol. Bu oldu nə? Uzun qalaqurma. Bu oldu uzun qalaqurma.
və sən bu oyun ərzində uzun qala qurmadan istifadə eləmisənsə, qısa qala qurmadan neyə bilmərsən? Uca istifadə eləyə bilmərsən. Çünki sən birindən istifadə eləyə təbii ki, deyilən şərtlər altında, düzdür? Bəli. Ay, sağ ol, qəşək. İndi müəllimə, yadınıza saxlayın. Qısa qala qurmada isə, deməli, yadınıza saxlayın, qısa qala qurma həmişə harda icra olunur? Taxtanın sağ tərəfində, yəni şahmat taxtasının sağ tərəfində olur qısa qala qurma, sol tərəfində isə olur nə? Uzun qala qurma. Düzdür? Qala qurmanın məqsədi isə nə idi? Şahın təhlükəsizliyini təmin edilməsi. Qısa qala qurma, uzun qala qurmada olduğu kimi müəllimə, qısa qala qurmada da iki geniş edir şah. Qısa qala qurmada şah neçə geniş edir? Şah iki geniş edir. Aydındır? Şah evir xanasında olan şah. Yəni şah öz yerindən gəlir hara? Gebir xanasına. Ay sağ ol. Gəlir Gebir xanasına. Və Haçbir xanasında olan top hara gəlir? Haçbir xanasında olan top F1. Düzdür? İndi qısa qala qurmada top neçə geçir? 2 geliş, düzdür? Evet. Ay sağ ol. İndi bəs uzun qala qurmada neçə gelişikdir? 3. Ay sağ ol. 3 gelişikdir. Qısa qala qurmada neçə xana boş qaldı? Yalnız H1 qaldı, düzdür? Evet. H1 xanası boş qaldı. Uzun qala qurmada hansı boş qaldı? A1 ay sağ ol. A1 xanası ilə B1 xanası neynədir? Boş qaldı, düzdür? Bu nə oldu müəllim? Bu əks komandiyada aid, yəni birində izah edirlər, digərinə də aiddir. Eyni şeydir. Aydındır müəllimlər? Və bu da sizin üçün nədir? Bu da sizin üçün qala qurma və qala qurmada iştirak edən fiqurlardır. Aydındır? O voleybolda servis topu nətər attın vurmalısan. Burada da əli uzatdın, neynəməlisən? Fiqura əlin dəydirilən bir şey var. Orada bir dənə də nüans var. Daşı düzəldirəm. Əgər sənin bu daşın düzdürsə, Bəli. Sənin bu daşın düzdürsə, ona ucu icazə yox. Sənin daşın məsələn deyirəm, bax bu formadadırsa, belə deyək də, yarısı ağa keçir, düzdür, ona icazə verilir. Yoxsa sənin daşın düzdürsə, mən düzəldirəm, bu daşı buradan necə düzəldirsən, bu daş düzdür də. Yəni, ilkin vəziyyətdə neçə istiqamətdə hərəkət eləyir və neçə gediş eləyə bilir vəzir. Yadınıza saxlayın müəllimlərim, vəzir mərkəzdən 27 gediş edir və 8 istiqamət. Bu 27 gedişlə 8 istiqaməti qarışdırmıyor. 27 gedişlə 8 istiqamət boş taxtası yoxdur. Zalımı çıxmış. Burada görünür. 27 gedişlə müəllimlər, 27 gedişlə istiqaməti qarışdırmıyor. Baxın, istiqamət nədir? Məsələn, vəzir. Düzdür? Məsələn, vəziri qoymuşuq bura. Deyirik ki, vəzir 8 istiqamətdə hərəkət edir. Görən hansılardır? 1, 2, 3, 4, 5, 6, 7, 8. Yəni, vəzir bütün istiqamətlərə hərəkət eləyə bilir. Düzdür? Vəzir bütün istiqamətlərə hərəkət eləyə bilir. Və vəzir 27 gediş edə bilir. 27 gediş edə bilir. Məsələn, qoyaq bura. Düzdür? Qoyaq bura.
Vəzir görək neçə gelişir. Baxın. Bu istiqamətə gedir. Düzdür. Bu istiqamətə gedir. 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 Neçə oldu? 1, 2, 3, 4, 5, 6, 7, 8. Aha. Görək indi 27 gediş çıxır, çıxmır. Baxın. 1, 2, 3. Düzdür. Mən sizcə sana birdən səhvəyərəm. 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27. Aydındır. 8 istiqamətdə 27 dənə neyini irməlilər? 27 geniş edir. Aydın oldu. 8 istiqamətdən 27 gediş eləyə bilir. Sonra fil. Müəllimlər, yadınıza saxlayın. Fil mərkəzdən neçə istiqamətə gedir? 4 istiqamətə gedir. 4 istiqamətə gedir. Yadınıza saxlayın. Məsələn, belə deyək, fil buradadır. Düzdür. 4 istiqamətə gedir. 1 istiqamət, 2 istiqamət, 3 istiqamət, 4 istiqamət. Düzdür. Və müəllimlər, yadınıza saxlayın. 13 dənə gediş edir. 13 gediş edir. Gəlin sayaq, görək. 13 gediş edir, yoxsa 1, 2, 3, düzdür. 4, 5, 6. 6, 7, 8, 9, 10, 11, 12, 13. Yəni, müəllim aydındır. 13 istiqamətdə neynədir? 13 istiqamətdə 13 gediş etdi. 4 istiqamətdə 13 gediş yerinə yetirir. Aydın olduğu müəllimlər bura gedir. Gedək indi topun gedişinə. Top müəllimlər 4 istiqamətdə gedir. Fərqi yoxdur. Bir belə gedir, yəni üfüqü gedə bilir. Bu istiqamətdə bir yuxarı, bir də aşağı. Yəni 4 istiqamətdə gedir və 14 gediş edir. Gəlin sayaq, görək 14 gediş edir, yoxsa etmir. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14. 14 dənə neynə etməlidir? 14 dənə gediş yerinə yetirdi. Aydındır. 14 gediş yerinə yetirdi. Keçə indi nə qaldı burada? At. İndi müəllimlər, at yadınıza saxlayın. At yadınıza saxlayın. Deməli, neçə istiqamətdə gedir? 4 istiqamətdə hərəkət eləyə bilir. Məsələn, Qaraxanadadırsa, gedir hara? Ağxanıya. Qaraxanadadırsa, gedir hara? Ağxanıya. Qaraxanadadırsa, gedir hara? Ağxanıya. Düzdür. Qaraxanadadırsa, gedir Ağxanıya. Və mərkəzdən neçə istiqamətdə getdirir müəllim? Mərkəzdən. 4 istiqamətdə. Mərkəzdən 4 istiqamətdə getdi. Neçə gediş etdi? 2, 4, 6, 8. Mərkəzdən 4 istiqamət 4 dənədir. Gedişat, yəni gedə biləcəyi 8 dənədir. Yəni bu 8 dənədən neyinir? Birinə hərəkət eləyə bilir. Aydındır? Bildim. Qəşəng. Sonra piyada. Piyada müəllimlər, piyada. Yerləşir harda? 2-ci və 7-ci xanalarda yerləşir. Düzdür? Piyada yalnız düz hərəkət eləyə bilir. Düz hərəkət eləyə bilir. Və piyada neyinir? Düz gedib diagonal vuran figurdur. Piyada məsələn buradadır. Düz hərəkət eləyir. Neyinir? Gəldi məsələn bura. Buradan neyinir? Burada olan figurun vura bilir. Və yaxud da ki, burada olan figurun vura bilir. Və yaxud da ki,
burada olan figurun neyniyir? Vura bilir. Aydındır. Və piyada minimum 5 gedişə, maksimumda 6 gedişə başqa figura, yəni şahdan və özündən başqa bütün figurlara neyniyə bilir? Çevrilə bilir. Aydındır. Burada da sual olur. Şahı deməmsən. Demək şah. Mənlər yazıda saxlayın. Şah mərkəzdən neçə istiqamətə gedir? 1, 2, 3, 4, 5, 6, 7 və 8 istiqamətdə yalnız neçə dama gedə bilir müəllim? 1 dama. Aydındır. Yəni 8 istiqamətdə yalnız 1 dama. Yəni buradadırsa bura gedə bilir. Buradadırsa bura gedə bilər. Və yaxud da ki, buradadırsa bura gedə bilər. 8 istiqamətdə gedir. 8 istiqamətdə. Və neçə gediş edir? Neçə gediş gedir? Bir gediş hərəkət eləyə bilər. Və müəllimlər, yadınızda saxlayın. Şahla rəqib figurun arasında Cəbrayıl müəllim neçə xana boş qalmalıdır? Bir xana, ən azından bir xana. Ən azından bir xana boş olmalıdır ki, neyniyə biləsən? Yəni oyun deyəndə daha doğrusu, yəni bir xanadan artıq yaxınlaşmağa icazə verilir. Aydındır? İndi müəllimlər, deməli, gedəyin xal sistemi bir dənə sizə izah edeyim. Bu xal, müəllimlər, sizi çaşdırmasın. Söhbət bu xaldan getmir. Burada qalibə məğluba verilən xaldan gedir. Qalibə məğluba verilən xal. Və bunu diqqətlə dinləyin. Bu biraz, yəni, qarşıdır əslində, yəni o bir dəqiqəlik olan bir şeydir. Bir dəqiqə o diqqətlə dinlərsiniz, başa düşürsünüz ki, söhbət nədən gedir. Mənlər, burada yazıcı saxlayın. Qalibə verilir. Cəbrayıl neçə xal? 0. Bir xal. 0 nədir? 1 xal. Qalibə verilir. Məğlub elə bilir. Məğlub 5-dir. Qalibə verilir. 0. Neçəyə verilir? 0,5. 0,5 və məğluba da verilir nə? 0. Məğluba da verilir 0 xal. Bax, bunu yadınızda saxlayın. Qalibə 1 xal verilir. Heç olubsa oyun 0,5 xal verilir. Oyun məğlubiyyətlə başa çatıbsa, buna isə 0 xal verilir. Və diqqətlə dinləyin. Sizə sual düşər ki, Elnur müəllim 5 oyuna maksimum neçə xal toplaya bilir? Elnur müəllim 5 dənə oyun mənlə oynayıb, 5-in də udubsa, Elnur müəllimə neçə xal veriləcək? 5 xal. Düzdür? Yox, əgər sizə sual düşər ki, Elnur müəllim 5 xalı maksimum neçə oyuna qazana bilər? 5 xalı. Elnur müəllim maksimum 10 oyuna qazanır. Oyun. Yəni Elnur müəllim 5 xalı maksimum 10 oyuna qazana bilər. Necə qazana bilər? Elnur müəllim mənlə hamısını nə eləsə? Keçid eləsin. Ay sağ ol. Elnur müəllim mənlə onun hamısını keçicə eləsə. Bu zaman nə olur? Elnur müəllim 10 dənə oyuna 5 xal qazana bilir. Ay sağ ol, 5 xal qazana. İndi sizə sual düşər ki, Elnur müəllim 20 xalı maksimum neçə oyuna qazana bilər? Maksimum deyirsə neçə olacaq? 40 oyun. 40 oyunda. Çünki heç yenə verilir. 0,5 verilir. Aydındır. Maksimum neçə oyuna qazanır deyirsə, bu 20-ni vurursunuz neçəyə müəllimlər? 2-yə vurursunuz. Elnur müəllim. Aydın oldu. Yoxsa bir də izah. Oyun var, 5 dəqiqə oynanır.
Bunun adı nə olur? Güllə. 5 dəqiqədir. 5 dəqiqədir. Bir də var, bəli. Oyun 5 dəqiqə ilə 15 dəqiqə arasında oynanır. Bunun adı isə nədir? Bir test. Bir test adlanır. Bir də var, 15 dəqiqə ilə 60 dəqiqə arasında oynanır. Buna da sürətli deyilir. İnanmıram bu düşə bilər. Yəni bu qədər dərinliyə getməzlər. Bir də var, plastik 60 dəqiqədir. Plastik 60 dəqiqədir. Yadınıza saxlayın. Plastik 60 dəqiqədir. Saatsız var, bir də var, qeyri-məhdud zamanda oynanılan nələrdir? Oyunlar. Və müəllimlər, yadınıza saxlayın. Şahmat idman oyunu 3 mərhələdən ibarətdir. 3 mərhələdən. Debut mərhələsidir və debut mərhələsinin təsdiqatına görə 3 yerə bölünür. Bu debut özü 3 yerə bölünür, müəllim. Yadınıza saxlayın. Açıq, birinci. 2. Yarım açıq, yarım açıq. Bir də nə idi? Biri də qapalı. Yəni, açıq, yarım açıq, bir də qapalı olmaqla debut neçə yerə bölünür təsdiqatına görə? 3 yerə bölünür. Aydındır? Deməli. Amma şahmat idman oyunu özü 3 mərhələdən ibarətdir. Deməli, debut, bu birinci mərhələsidir. İkinci mərhələsi, minteş 1, bu səsində sıxı bağlı. Minteş 1, bir də entiş 1. Üçüncü mərhələsi də entiş 1. Aydındır müəllimlər. Amma debut təsdiqatına görə neçə yerə bölündü? 3 yerə bölündü. Açıq, yarım açıq, bir də qapalı. Aydın oldu. O sizə düşə biləsi bir sualdır. O, yəni, nə bilim, çəngəldir, qambitdir, tələdir, əks hücumdur. Yəni, elə belə, məsələn, yadda saxlamaq üçün, məsələn, hücuma qarşı hücum edirsənsə, bu əks hücumdur. Aydın məsələdir, hücuma qarşı hücum edirsənsə, nə olacaq ondadır? Sən ona əks hücum eləmiş olursan da. Bu əks hücumdur. Sonra, şahmatda, deməli, görüşdə hər hansısa bir hücum edirsənsə, məqsədə çatmaq üçün üsuldur, hücum üsuldur. Sən məqsədə çatmaq, təbii ki, sən hücumu niyə görürsən? Sən məqsədin burada nədir? Oyunu udmaqdır da, düzdür? Burada məqsədə çatmaq üçün şahmatda hücum yerinə yetirirsən. Yəni, hücuma çatmaq üçün bir məqsəd hücumdur. Sonra, qambit. Qambit badalaq atmaqdır, badalaq qurmaq. Bunlar sizə düşəsi bir sual deyil. Yəni, bunlardan inanmıram ki, sizə hər hansısa bir sual düşər. Sonra, görünən şahmatda. Deməli, şahmatda müəllimlər yadda saxlayın. Oyun heçisi ilə hansı hallarda bitə bilər? Şah və fil şaha qarşı olarsa. Yəni, şahla bir dənə fil şaha qarşı olursa, oyun heçisə bitmiş hesab olur. Və şaha qarşı. Bu ilki milyon sualında bilmirəm, imtihana gedənlərin yadına gəlir ya yox. Deyir ki, meydanda bir dənə şahdır və rəqib komandanda bir dənə də nə idi müəllimlər? Şahıdır, düzdür? Bu zaman oyun necə davam edir? Bax, 2025 milyon sualdır, bəlkə də Mahir müəllimi yazır. 2025. Mart oldu.
Pat olur, pat. Mat yok, pat olur, pat. Şah daha karşı kalan değildi. Bir de şah file karşı. Şah filə qarşı, şahla fil. Şah və fil şaha qarşı olarsa, bax, bir dənə şahın var da, sən düzdür, bir dənə də fil. Bax, deyən ki, burada şey göstərir. Buna ne buyuruyorsun? Deyir ki, şah və fil. Şahla nə? Fil. Bir dənə nəyə qarşı olsa? Şaha qarşı olsa. Düzdür? Bir dənə şaha qarşı olsa. Şahla, o bunu silin. Şahla şah, bax bu formada. Şahla şah bir-birinə qarşı olarsa. Sonra şahla at şaha qarşı olarsa. Yəni bir şah qaralarda şahla at olsun və ağlarda da təkcə şah olsun. Neyir? Oyun heç ilə bitə bilir. Sonra şahla müəllim. Bax, bu da var. Şah, iki at. Təkcə şaha qarşı olanda da oyun neyniyir? Keçesi olur. Tamam. Bu zaman oyun... Ve heç pat deməkdir, yoksa bunlar elə heç gedir belə. Yox, pat deməkdir. Pat. Mat da oyunun mat eləməkdir. Yəni oyunu udmaq. Pat oyunun Keçesdə qalmaq. Elmi müəllim. Qaldıqda onun müdafiəsinin müəllimlər 3 üsulu var. 3 yolla həyata keçirə bilərsən. Şahı zərbə altından qaçırtmaq. Birinci üsulu şahı zərbə altından eldir, yaz. Şahı zərbə altından qaçırtmaq. İkinci üsulu şaha şah verən figuru udmaqla. Yəni şaha şah verən figuru udmaqla. İkincisi. Üçüncüsü, şahın qarşısında figurla bağlamaq. Yəni şahın qarşısına figur çıxardırsan ki, bu figurla eləyə biləsən. Şahın müdafiəsini həyata keçirə biləsən. Aydındır. Bir də şahı vuran figuru udmaq. Yəni şahı vuran figuru vurmaq. 3 üsulla yerinə yetirir. Sonra demək olar ki, sonra sizin sağlıq olsun.